Bəli, Çinarə, vurğuladığın kimi yaxın şərqdə davam edən vəziyyət fonunda məhz elə aviasiya sahəsində təhlükəsizlik məsələsi ön plana çıxır. Biz bunun əvvəlki bağlantımızda da vurğulamışdıq ki, ümrə ziyarəti ilə bağlı qeyd eləmişdik ki, təhlükəsiz vəziyyət hazırda hökm sürür. Amma buna baxmayaraq təhlükə hər an mövcuddur aviasiya sahəsində və elə bu səbəbdən də insanların yəni böyük bir əksəriyyəti məhz elə səfər etməkdən çəkinir. Eyni zamanda aviasiya sahəsində müşahidə edilən gərginlik fonunda eyni zamanda hava məkanının müəyyən bir müddətə bağlı qalması fonunda yəni, turizm sahəsində müəyyən təsir göstərdi bu vəziyyət və eyni zamanda ilə qeyd olunur ki, statistik rəqəmlərdə də bu vurğulanır ki, yanvar, aprel aylarında yəni bu müddət ərzində, period ərzində 40 minə yaxın turist gəlib Azərbaycanın yaxın şərq ölkələrindən və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% azdır və təbii ki, bu vəziyyət birbaşa turizm sektoruna, eyni zamanda iqtisadiyyata təsir göstərir. Nə cür təsir göstərdiyini və bundan sonraki mənzərədə biz nələri müşahidə edəcəyik? Bununla bağlı detalları qonağın turizm eksperti Rəhman Quliyevdən əldə edəcəyik. Xoş gördük Rəhman bəy. Buyurun, detalları sizdən eşidək. Bəli, son aylarda yaxın şərqdə baş verən artilleriya döyüşləri təbii ki, yaxın şərqdə Körfəz ölkələrinin hava məkanları bağlı olduğu üçün, yəni Azərbaycana gələn turistlərin sayında azalma müşahidə edilir. Biz nəzərə alsaq ki, daha öncə Körfəz ölkələrindən Azərbaycana turist gəldi və Azərbaycandan həmin ölkələrə turist gedirdi, bir növ turist mübadiləsi olurdu. Təbii ki, bu müharibə fonunda həmin ölkələrin hava limanları bağlı olduğuna görə və eyni zamanda Asiya ölkələrindən Azərbaycana gələn aviareyslərin bir çoxu Körfəz ölkələri hava məkanından istifadə edərək Azərbaycana gəldi. Təbii ki, bu da həmin azalmaya gətirib çıxardır. Ümumi olaraq hesab edirəm ki, bugün müharibə fonunda bütün demək olar ki, dövlətlərin hava limanlarında müəyyən gərginliklər yaşayır. Amma hesab edirəm ki, biz bu gərginliyi arxada qoyuruq. Yəni, ümid var ki, yaxın aylarda bu bərpa olacaq. Amma hesab edirəm ki, hələ bir müddət Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında biz azalmanı müşahidə edəcəyik. Çünki bu dünya təcrübəsində də, müharibə təcrübəsində də göstərir ki, müharibə gedən ölkələrdə uzun bir müddət əhalinin sosial rifahı aşağı düşür, sosial durumu aşağı düşür. Bu da turist qabiliyyətini aşağı salır. Bu baxımdan da yəni bugün həm ölkələrin belə deyək, iqtisadi bərpası, eyni zamanda turist qabiliyyətinin yenidən dirçəlməsi, inkişafı bu uzun bir müddət çəkəcək. Amma dünya liderləri bir daha əmin oldu ki, bugün müharibəyə qoyulan pullar iqtisadiyyata böyük yüz dəfələrlə çox zərər vurur. Bu zərərləri də təbii ki, turizmində payı var. Dünya Turizm Şurasında açıqlaması oldu ki, yaxın şərqdə baş verən müharibələrdə yəni dünya qlobal turizmi bir gündə 600 milyard dollardan çox zərər görür. Təbii ki, bu zərərin də Azərbaycanın da payı var. Hesab edirəm ki, burada təbii ki, bugün Azərbaycan olaraq, region ölkələri olaraq Azərbaycan ən güvənli, ən təhlükəsiz ölkələr siyahısındadır. Bunu yaxın günlərdə Azərbaycanda keçiriləcək şəhər forumu tədbiri də buna deməyə əsas verir ki, bu təhlükəsiz bir ölkə olaraq, yəni belə bir qlobal tədbirin Azərbaycana salınması onu göstərir ki, Azərbaycanda ictimai siyasi sabitçiliyi var və ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasətin nəticəsi olaraq, yəni bugün Azərbaycana turist axınının davamlı olmasını biz gözləyirik təbii ki. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, elə aydın oldu ki, yəni müəyyən bir period ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 4% azalma müşahidə olunur turizm sektorunda, yəni yaxın şərq ölkələrindən Azərbaycana gələnlərin sayında və təbii ki, bu vəziyyət elə birbaşa yaxın şərqdə hazırda davam edən müharibə fonunda, yəni yaxın şərqdəki gərginlik fonunda daha doğrusu, yəni təsir göstərir turizm sektoruna və irəliyən dövrdə də məhz elə onun aradan qaldırılması istiqamətində təbii ki, müəyyən sahələrə daha çox yönəliləcək. Onlardan biri də məsələ Qarabağ, yəni işğaldan azad olan Qarabağ bölgəsinin səfərlərini təşkildir ki, məsələ oradakı səfərlər fonunda da turizm sektorunda müəyyən qədər qazancı əldə olunur. Çatdıra biləcəklərimiz isə bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatı çatdırdığına görə.